dostlar, bu videoda sizlere Excel'in funksiyalarından biri olan SUMIFS barəsində məlumat verməyə çalışacağım. İki cədvəlimiz verilib bizə, sol cədvəl və sağ cədvəl. Sol cədvəldə bizə 2024-cü ilin birinci və ikinci rüb üzrə satış cədvəli verilib. Burada biz görürük ki, məhsul kodu, məhsul adı, qiyməti, sayı, məbləğ və satış tarifi qeyd olunub. Bu cədvələ əsasən biz sağdakı cədvəli doldurmalıyıq. Sağdakı cədvəldə biz aylara görə cəm məhsul sayını tapmalıyıq. Yəni hər bir məhsul üzrə hər bir ayda nə qədər ümumi cəmi nə qədər məhsul satılıb. Bunun üçün biz ilk öncə satış tarixindən ayları yazı forması ilə ayırmalıyıq. Biz satış tarixindən yazı formasını ayları ayırmaq üçün text funksiyasından istifadə edə bilərik. Yazırıq text və birinci ilkin olaraq satış tarixini daxil edirik. Və ondan sonra isə format hissəsində isə biz bu formada 4 dənə M yazırıq. Yəni ayları tam olaraq adları ilə çıxarsın. Bizə ayları qaytarmış olur. Bu formada yanvar ayı, aşağı baxaq və fevral, mart bu şəkildə davam edir. Bunu daha yaxşı göstərmək üçün biz yəni bu formada yanvar böyük yazılsın deyənə properdən istifadə edə bilərik. Bu formada düzləşdirmə eləyək və mötərizəni bağlayıb Enter klikləyək. Görürük ki, bizdə hamısı adlar böyük hərflərlə başlamış oldu. İndi isə keçək əsas məsələ olan SUMIFS funksiyasına. Yazırıq bərabər SUMIFS. SUMIFS şərti cəm əsasən biz cəmi tapırıq. SUMIFS yazırıq. Burada sum range, yəni toplama diapazonu deyək belə. Bizə əsas lazım olan sayı, yəni nə qədər cəm məhsul sayını tapmaq üçün biz DD sütununa istinad edirik. Kriteriyalar burada hansı kriteriyalara uyğun olaraq biz cəmləməliyik? İlk öncə biz məhsul kriteriyasına uyğun olaraq məhsul adı və sütunu seçirik. Ondan sonra isə biz ilkin olaraq məhsul 1-i seçdik. Növbəti kriteriya isə bizə ay sütununu daxil edirik və yanvarı daxil etdik bu formada və Enter-ə klikləyirik. Bu bizə nəticəni qaytarmış oldu. Burada bəzi sabitləşmə işləri aparaq. Bunun üçün biz klaviatura F4-dən istifadə edə bilərik. Və bu formada. İndi isə bütün məlumatları bu formada görə bilərik biz. Və bizə nəticələri qaytarmış oldu. Gördüyünüz kimi. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.